niyyət edirsən ki, Qədr gecəsinin namazını qılıram qurbətən ilallah. 2 rükət namazı var. Hər rükətində 2 rükət sübh namazı kimi qılınır. Fatihə surəsini deyirsən, Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsi deyirsən. Hər 2 rükəti də bu qaydada qılınır. Yəni həmd, həmddən sonra 7 İxlas, 2-ci rükətdə də həmdi deyirsən, həmddən sonra 7 İxlası deyirsən. Namaz bitir, namaz bitəndən sonra 70 dəfə tərpənməmiş, 70 dəfə əstəğfirullaha və ətubu iləyh bu zikri deyirsən. Bu namazı bu qaydada qılan insana Peyğəmbər buyurur ki, bu əməli eləyən insan yerindən qalxmamış, Allah onun da, onun atasının və anasının da günahlarının hamısını bağışlayar. Və arxasıca buyurur ki, bir mələk təyin eləyər, gələn ilə kimi o mələk o insan üçün, o namazı qılan insan üçün həsənə yazar, xeyr əməllər yazar onun əməl naməsini.